İTV Xəbər Moskvada Ukrayna PUA-larının hücumundan sonra yanğının baş verdiyi ərazidədir. Hal-hazırda biz Moskvanın cənub-şərqində yerləşən Kapotniya rayonundayıq. Burada Moskvanın ən böyük neft emalı zavodu yerləşir. Bildiyiniz kimi bugün Ukrayna PUA-ları həmin zavoda hücum edib və gördüyünüz kimi arxamda həm Moskva ticarət mərkəzi, Moskvanın Sadovod ticarət mərkəzi və Moskva neft emalı zavodundan, yəni PUA-nın vurduğu neft emalı zavodundan çıxan tüstünü müşahidə edirik. Ağ, yəni boz tüstü Sadovod ticarət mərkəzindən çıxır. Sadovod ticarət mərkəzinin 4, 5, 7, 8 və 11, 12-ci sıralarında böyük yanğın baş verib. Hal-hazırda helikopterlər bu yanğını söndürmək üçün çalışırlar. Gördüyünüz qara tüstü, tüstü dumanı isə həmin ərazinin yaxınlığında yerləşən Moskva neft emalı zavodundan, Ukrayna PUA-larının hədəfində olduğu, əsas hədəfi olduğu neft emalı zavodundan çıxır. Hal-hazırda yağış yağmağa başlayıb və yağış da yanğının söndürülməsinə kömək edir.